Əsl sevən kişi bir qadının keçmişində 1000 kişi keçsə belə onu qəbul edən kişidir. Namus qeyrət söhbətləri yalnız sevməyən kişilərə məxsusdur. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Bu videonu izləyicilərim artıq 11-ci dəfədir mənə atdıqlarına görə məcbur oldum bu videonu çəkməyə. Bezdim artıq. Hər dəfədə baxdıqca ürəyim ağrıyır bu qıza. Mən bu qızı tənqid etməyəcəyəm, çünki günahdır. Əqli və ruhi çatışmazlığı olan birini ələ salmaq, tənqid etmək günah deyilmi? Gözəl göyçək qızdır. Bəlkə də valideynləri nə günah işlədibsə, Allah bu qıza verdiyi ağılla onları imtihana çəkir. Üzr istəyirəm hamınızdan dönə-dönə. Əsl sevən kişi mininin altından çıxan birini sevəndir deyən bu qıza Allah şəfanı versindən başqa nə deməliyəm ki? Bu qız bilsəydi ki, mininin altından üzr istəyirəm çıxan üçün o kişi də 1001-ci olacaq. Mininin altından çıxan biri rekordlara koşacaq. 2000, 3000 arzusunda olacaq. Bu sözü deyərdimi? Ağlı olsaydı bu qız namus, qeyrət qoruyan kişiləri sevməyən kişi kimi qəbul edərdimi? Vallahi bu qızın dediyi əsl kişidən inanmıram Azərbaycanda ola. Çünki bu qız əsl sevən kişi ilə boynunun dalı qızaranı qarışdırıb. Mən üzümü aidiyyatı qurumlara tuturam. Sahibsiz itləri yığışdırıb sahiblənirsiniz. Gözəl. Küçədə yatıb qalan alkaşı, eroin iynəsi vuran narkomanı tapıb reabilitasiya mərkəzinə yerləşdirirsiniz. Gözəl. Bu qızı da aparın. Müalicə etdirin. Cavan, gözəl, göysək qızdır. Gələcəyin bəlkə də anasıdır. Günahdır. Axı o birlər özlərindən başqa cəmiyyətə ziyan vurmurlar. Amma bu qız bu təfəkkürlə, bu danışıqlar həm özünə, həm valideynlərinə, həm də cəmiyyətə ziyan vurur axı. Sabah bu qızın danışığına qulaq asan qız sevdiyinin ər evinə cehizliklərlə gedəcək, yoxsa mininin yatağından üzr istəyirəm paylaşılan fotolarla? Kim zəmanət verə bilər ki, sabah bu qızdan örnək alan Azərbaycan oğlu özünə elmli, namuslu, yaxşı ailənin qızını yox, mininin altından çıxan birinin axtarışında olmayacaq? Üzümü Azərbaycan gəncliyinə tuturam. Seks, şəhvət hissinin adını sevgi qoyub özünüzü aldatmayın. Oğlanlar, sevdiyiniz qızla gələcək möhkəm ailə təməlinin yox, balayının həzzi arzusundan əl çəkin. Qızlar, sevgilim yaraşıqlıdır, şəklimizi paylaşım rəfiqələrimə, göz dağı verim, partlasınlar deyə düşüncələrdən qaçın. O evlilikdən gələcəyə valideynləri boşanmış, özləri də başsız, tərbiyəsiz qalıb, gecə klublarında əxlaqsız həyat tərzi sürən övladlardan başqa ortada heç nə qalmayacaq. Özünə gəl Azərbaycan gəncliyi, özünə gəl. Bu vətənin gələcək inkişafı sizin çiyinlərinizdə yürüyəcək. Özünüzə gəlin.